Türkiye 40 günlük müharibə zamanı İranı bölmək planının həyata keçirilməsinin qarşısını aldı. Bunu İran Xarici İşlər Naziri Abbas Əraqçı deyib. O, Türkiyənin Şimali İraqdan Kürd silahlı qruplarının İrana daxil olmasının qarşısını almaqda fəal rol oynadığını və İranın bölünməsi üçün senarilərin formalaşmasına mane olduğunu bildirib. Müharibənin 4-cü günündə Donald Trump Şimali İraqda İrana qarşı çıxan Kürd silahlı qruplaşmaların liderləri ilə əlaqə saxlayaraq onların İrana qurudan girməsini dəstəklədi, nazir əlavə edib. Əraqçı bildirib ki, bundan xəbər tutduqdan sonra İraq Kürdistan regionunun rəsmiləri, İraq Baş naziri və Türkiyənin Xarici İşlər naziri ilə əlaqə saxlayıb və Tehranın narahatlıqlarını çatdırıb. İran Xarici İşlər nazirinin sözlərinə görə Türkiyə hökuməti bu hərəkətin qarşısını almaqda təsirli rol oynayıb və ABŞ ilə məsləhətləşmələrlə yanaşı bu plana qarşı sərt mövqe nümayiş etdirib. İran ABŞ ilə gərginliyin azaldılması üçün vasitəçilərdən yeni təkliflər alıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai keçirdiyi mətbuat konfransında bildirib. İran rəsmisi gərginliyin azaldılması məqsədi ilə vasitəçilərdən müəyyən təkliflər aldıqlarını təsdiqləyib. İsmail Bəqai təkliflərin mahiyyəti barədə detalları hələlik açıqlamayacağını bildirib. ABŞ, İraq və İordaniyada hərbçilərin həlak olmasından sonra İranla geniş miqyaslı müharibə həddinə yaxınlaşıb. Bu barədə The Washington Post ABŞ rəsmisinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə Pentaqon yaxın şərqdə hərbi təyyarələrin sayını artırmağa başlayıb. Bununla yanaşı mümkün hərbi əməliyyatların genişləndirilməsi, ABŞ-nin hava hücumundan müdafiə vasitələri və uzaq mənzilli sursat ehtiyatlarının azalması, həmçinin döyüş itkiləri səbəbindən bölgəyə əlavə qoşun və aviasiya qüvvələrinin göndərilməsi imkanlarının məhdudlaşması ilə çətinləşə bilər. Adı açıqlanmayan Amerikalı rəsmi qəzetə bildirib ki, ABŞ-nin əməliyyatları təhlükəsiz şəkildə həyata keçirmək üçün kifayət qədər resursu yoxdur.